Qəhrəman övladlarını mənə tanıtmağa çalışan bütün şəhid analarıma, bu gün tədbirində iştirak edən şəhid atalarıma, şəhid bacı qardaşlarına, həyat yoldaşlarına, hətta övladlarına hər birimizə təşəkkür edirəm. Bu tədbirin ərsəyə gəlməsində bütün əziyyəti olan, kadrda görünməyib, kadr arxasında əziyyət çəkən Şərur Rayon Olimpiya Kompleksinin bütün əməkdaşlarına təşəkkür edirəm. Və ən əsası, mən Sabir müəllim yanıma dəvət edirəm. Mən səhər bura çatan kimi Sabir müəllim buradaydı, əməkdaşları da götürüb gəlmişdi. Dünən İman müəllimi son anda dəvət eləmişdim tədbirimizə. Özü gəlib iştirak edə bilməsə də müavinini göndərib, bütün kollektivi bugün tədbirimin yüksək səviyyədə keçməsi üçün səfərbər olublar. Burada dəyərli müğənnilərimiz iştirak edir. Siz də yaxınlaşın zəhmət olmasa, sizin bütün kollektivlərimiz, hətta bizim səs problemimizi bir dəfəlik həll edən qardaşımız, siz də gəlin buraya yanıma. Allah hər birimizdən razı olsun, təşəkkür edirəm. Əgər bugün bu tədbir hər kəsin ürəyinə yatıbsa, kadr arxasında əziyyəti olanların da bunda pay böyükdür. Sabir müəllim təşəkkür edirəm, İmam müəllimə də mənim adımdan təşəkkürümü çatdırarsınız. Allah sizləri var eləsin, bütün heyətimizə, Allah razı olsun. Tədbirimiz zəfər mahnısı ilə yekunlaşacaq, çünki gözümüzün yaşını silən belə oğullarımız oldu. Bizə qələbə sevincini yaşadan da oğullarımız oldu. Odur ki, sözü sizə verirəm və tədbirimi siz yekunlaşdırırsınız. Sağ olun, təşəkkür edirəm. Böyük doğrudan da çox qürur verici bir gündür. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Biz fəxr edirik ki, beləncə oğullarımız var. Və onlar daimi bizim qəlbimizdə yaşayacaqdır. Və biz mədəniyyət işləri adından demək istəyirəm ki, neçə ki, yaşayırıq, bu sahədə çalışırıq. Var qüvvəmizdən onlara həsr olunmuş bütün tədbirlərimizi çalışacaq ki, yüksək səviyyədə keçək. Çünki onlar çox yüksəkdə dayanır. Bizim əlimiz çatmaz olur, onlar o qədər yüksəklikdədir ki. Mən bir daha qazilərimizə Allahdan sağlıq diləyirəm, şəhidlərimizə yer edirəm, baş əyirəm qarşısında. Allah rəhmət edilsin. Sağ olun. Tədbirimizi siz yekunlaşdırırsınız.